Bakıxanov qəsəbəsində müştərilərin ən çox istədiyi ərazilərdən biridir. Ərazini deyəcəm, Heydər Əliyev adına parkın çıxışında Park Plus Ticarət Mərkəzi ilə üzbəüz 9 mərtəbəli binada 3 otaqlı mənzilimiz satışa çıxır. 2 ev layihəli mənzildir dostlar. Təmiri açığı mən görməmişəm, ev sahibi çağırıb, biraz sonra çəkiliş eləyəcəyik, tam təqdimatı olacaq. Mənzilin daxili, yəni ev sahibinin dediyinə görə səliqəli vəziyyətdədir. Sizinlə bir yerdə baxacağıq, inşallah Allah xeyir versin. Sənədlərində də heç bir problem yoxdur. Ərazi mükəmməldir dostlar. Yenə deyirəm, hamının Bakıxanov qəsəbəsində axtardığı, istədiyi ərazilərdən biridir. Müştərilərin bir çoxu və ərazidən mənzil axtarır. Bu da sizin üçün dostlar bir şansdır. Yəni bu binada da heç belə deyim də çox vaxt satışa mənzil çıxmır, açılır. Yerləşmə yeri əladır. Heydər Əliyev adına park, 74 nömrəli məktəb, 271 nömrəli məktəb. Hamısı evin yaxın ərazisində yerləşir. Marşrut xətti də Neftçilər metro stansiyası. Biz elə binanın qarşısından fəaliyyət göstərir. Bir sözlə dostlar, yerləşmə yeri əla. İndi mənzilin daxili ilə tanış olaraq, qiymət də münasib. Videonun sonunda qiymət də eləyəcək. Dostlar, qiyməti də həqiqətən dediyim kimi 3 otaqlı mənzillərin arasında münasib qiymətlərdən biridir. 185.000 manatla satışa çıxır. Əgər real alıcı olarsa, qiymətdə yenə də razılaşmaq mümkündür. Mənzilin sənədlərində də heç bir problem yoxdur. Qupçası, texpasportu, bütün sənədləri var. Dostlar, liftini də çəkmişəm. Yəni, binanın lift sistemi də yenilənir. Yeni liftlər quraşdırılır. Heydər Əliyev parkı da elə binanın düz qarşısındadır. Qiymət 185.000 ipotekaya da yarayır. Kim ipoteka ilə mənzil almaq istəsə, bizə müraciət edə bilər. Sənədlərində heç bir problem yoxdur. Dostlar, nömrə səhifədə var, zənginizi gözləyirəm. Sağ olun, var olun.